Salam, vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 8-ci sinif mövzusu olan üçbucaqların oxşarlıq əlamətləri mövzusuna baxacağıq uşaqlar. Video keçməzdən əvvəl məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Keçən uşaqlar indi mövzunun izahına. Uşaqlar, baxın, burada üçbucaqların oxşarlıq əlamətlərində biz keçmişdik də belə bir konqruentliyin xassələri var. Məsələn, bucaq, tərəf, bucaq, tərəf, bucaq, bucaq. Sonra tərəf falan keçmişdik. Bu gün də onlara baxacağıq uşaqlar. Bizim oxşarlıq üçün onlar bizə vacibdir. Uşaqlar, baxın, birinci növbədə deyir ki, bucaq. Deyir ki, əgər hər hansı bir üçbucaq verilibsə bizə, baxın, burada da qeyd olunub. Deyir ki, bu üçbucağın iki bucağı digər üçbucağın da iki bucağına bərabərsə, onda bu üçbucaqlar oxşardır uşaqlar. Baxın, kongruentdir deyə burada yazıblar. Kongruent olduğunu yazıblar. Kongruent nə deməkdir? Bərabər deməkdir. Bu niyə belə olur uşaqlar? Çünki məsələn, mən sənə deyirəm ki, bura 50-dir, bura məsələn 70-dir. Başqa bir üçbucaq çəkmişəm. Deyirəm ki, bura 50-dir, bura məsələn 70-dir. Məsələn, mən 70-dir, bura 60 qaldı mı? Deməli, burada 60 olmadı. Baxın, üçbucağın tərəfləri fərqli olsa da bucaqları eyni oldu. Onda bunlar necə olacaq uşaqlar? Oxşar bucaqlar adlanacaq. Biz buna diqqət etməliyik uşaqlar. Məsələn, misal nömrə 1-də indi buna aid suallar verib bizə hansı üçbucaqlar oxşardır deyib. Məsələn, baxın 48 ilə 57-ni toplasaq neçə eləyər? Məsələn, elədi buradan 105 eləyəcək. Bura qaldı 75 uşaqlar. Onda burada bu ikisini toplasam, bu elədi 2 132 elədi. Onda bura 48 oldu. Baxın aşağıda bura 48, 75, 57, 57. Oxşardırmı? Bəli. Məsələn, burada baxın 3-cü sual 90-dır, 44, bura neçə qalmalıdır uşaqlar? Bura 46. Onda avtomatik burada 46-dır. Baxın bir dənə. Bəli. Deməli, burada o deyir, oxşardır uşaqlar bu bucaqlar. İndi uşaqlar, baxın, əgər paralellik varsa da biz demişdik ki, oxşarlıq olur deyə, deyil mi uşaqlar? Paralellik, baxın, niyə belə olur? Məsələn, mən bu şəkildə necə müəllim olur? Uşaqlar, biz bilirik ki, ixtiyarı necə istəyirsə çəkinək bu xətti. Əgər bu xətlər paraleldirsə uşaqlar, mənim buradan çəkdiyim, məsələn, bu bucaq ilə bu bucaq, daxili çarpaz bucaqlar bir-birinə bərabər idi. Məsələn, bu bucaqla bu bucaq yenə daxili çarpaz olur və bir-birlərinə nə olurdu? Bərabər olurdu. İndi burada da baxın, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Bu bucaqla bu bucaq bir-birinə bərabər. Və bunlar da qarşılıqlı bucaqlardır uşaqlar. Deməli, bunlar da bir-birinə nə olacaq? Bərabər olacaq. Və onda avtomatik nə çıxır uşaqlar ortaya? Oxşarlıq çıxacaq. Həmçinin və burada da uşaqlar, baxın, mənim dediyim bu bucaqla bu bucaq bir-birinə bərabər olmalıdır. Bu bucaqla bu bucaq bir-birinə bərabər olmalıdır və həmçinin bu da ortaq olur. Burada bəs hansılar bərabərdir? Uşaqlar, bucaqlar bunu bəzən qarışdırırlar. Üçbucaq LKM ilə oxşardır. Üçbucaq LPQ. Məsələn, biz burada necə yaza bilərik? Məsələn, baxın, biz bucaqlara görə yazsaq, məsələn, baxın, MK-nın PQ-yə nisbəti bərabər olmalıdır. Məsələn, bu alfanın qabağında, yəni LM-in LP-yə nisbətinə və həmçinin də betanın qabağında dayanan LK-nın LQ-yə nisbətinə bərabər olacaq uşaqlar. Baxın, bu oxşarlığın xassəsini də bu şəkildə yaza bilərik. Sonra gəldik tərəf bucaq tərəf əlamətinə. Deyir ki, uşaqlar bizə, deyir ki, məsələn, baxın, bir üçbucaqda bir bucaq və həmən bucağa söykənən tərəflər nisbətləri, yəni mütənasibdirsə, onda bu üçbucaqlar da nə olur aşağılar? Oxşar olur. Məsələn, baxın, deyir ki, gözün, bu bucağa məsələn alfa demişəm, bura alfa. Baxın, AB-nin DY-yə nisbəti bərabər olub AC-nin DF-ə nisbətinə. Bunlar bərabərsə, onda bu üçbucaqlar nə olur? Kongruent üçbucaqlar olacaq uşaqlar. Sonra məsələn, tərəf əlaməti var. Deyir ki, bir üçbucağın 3 tərəfi digər üçbucağın 3 tərəfinə mütənasib nisbətlərdə bölünübsə, baxın, AB-nin məsələn DY-yə, məsələn, BC-nin YF-ə, AC-nin
DF nisbəti varsa, onda bu üçbucaqlar nə olacaq uşaqlar? Oxşar üçbucaqlar adlanacaq uşaqlar. Sonra məsələn, keçən indi misallara, yəni bu qaydaları tətbiq edərək biz indi misalları həll etməliyik. Deyək ki, üçbucaqların oxşar olduqlarını hansı əlamətə əsasən müəyyən etmək olar? Uyğun bucaqların konkretliyini və uyğun tərəflərinin nisbətlərini yazın. Uşaqlar, baxın, məsələn, mən deyirəm ki, burada nə deyə bilərəm? Deyirəm ki, baxın uşaqlar, bax, bir üçbucağın iki tərəfi, məsələn, bura alfadır, burada alfadır, elə deyilmi? Bu alfaya söykənən, məsələn, baxın, deyək ki, 5. 5-in 8-ə nisbəti oldu. Və burada kiçikdir. Burada da kiçiyin yazmalıyım. 12 tam onu da 5-in 20-yə nisbətinə bərabər olmalıdır. Gəlin baxaq görə ödəyirmi bu? Çarpaz vursaq uşaqlar, bu 100 olacaq, bu da 100 olacaq. Qutardı getdi. 100 100-ə bərabərdir, bəli. Deməli uşaqlar, baxın, üçbucaq P, Q, R kongruentdir üçbucaq R, T, S. Belə bu şəkildə olacaq. Məsələn, buna baxsaq. Burada mən indi desəm ki, tərəflərin nisbəti demirmi? Deyin, 3 tərəfindən baxmamız lazımdır. Gəlin baxaq. Məsələn, deyirəm ki, 12-nin və bu 12 ilə 6-nın nisbəti bərabər olmalıdır. Məsələn, deyək ki, 8-in 9-a nisbətinə o da bərabər olmalıdır. 16 12 bərabərdirmi? Baxın, məncə deyil. Bununla bu 2 eləyəcək. Burada 8-ə 9 qalır. Burada nəsə xısa gəlsə 2 alınmaz da. Deməli, bu kongruent deyil aşağı. Məsələn, bu burada. Burada bu mütənasib parçalarda keçmişdir. Mən necə eləyə bilərəm? Deyərəm, 8-in 4-ə nisbəti bərabər 10-un 5-ə nisbətinə uyğun gəlməlidir mi aşağılar? Bəli, gəlməlidir. Əla, hər ikisini 2 elədi, 2 elədi. Deməli, bu üçbucaqlar hansıdır? Məsələn, A, Y, F üçbucağı bərabərdir A, C, B üçbucağına bərabər deməkdir. Oxşardır uşaqlar. Bərabər deməyimiz doğru deyil. Məsələn, bura baxsaq uşaqlar, baxın, 20-nin 10-a nisbəti 12-nin 11-ə nisbətinə nə olur? Bərabər olur. Demək, onda bu da nədir? Oxşar üçbucaqlar demək olar. Gəldik 3-cü suala. Deyir ki, ABC ilə oxşar olan üçbucaqlar hansılardır? Deyir aşağılar. Hansılardır? Belə baxdığımız zaman, uşaqlar, baxın, oxşarlıqda, məsələn də belə deyim sizə. Baxın, deyirəm ki, bununla bu oxşardır. Baxın da görsənin. Niyə? Baxın, bunları hər tərəfini 2-yə bölün. 4-ü 2-yə böl 2. 6-nı 2-yə böl 3. 8-i 2-yə böl 4. Hə, gördünüz uşaqlar. Yəni, baxın, oxşarlıqda sənə verilən ədədlərin ya belə deyil, hər hansı bir ədədə vurmaqdan alınır, ya bölməkdən alınacaq. O, məsələn, buna baxsam, nəyəsə vursam, 8-i nəyəsə bölsəm, 5 eləməzdi heç vaxt. Hə, deməli, bu olmayacaq uşaqlar. 4-cü sualda isbatdır. İsbatın da burada isbat ediblər özləri uşaqlar. Bunu mütləq özünüz baxın, bir araşdırın, niyə, səbəbini bir baxmasa yaxşı olar. Mən burada müzakirə etməyəcəm uşaqlar, vaxtımız çox getməsin. Onu amma özünüz mütləq bir baxın, araşdırın səbəblərini niyə görə ki, oxşar olur. Zaten biz bayaq da dedik burada oxşarlığın səbəblərini. Əsas burada bucaqlara görə olur da uşaqlar oxşarlıq. Bunu da unutmayın. Yəni oxşar bucaqlar, yəni orada eyni kongruent bucaqlara görə olacaq. Biz keçək uşaqlar 5-ci suala. Belə bir trapesiya uşaqlar. Baxın burada burada uşaqlar, yenə də bu paralellik var burada. Baxın, BC paraleldir AD-yə. Paralellik görürsə oxşarlıq var uşaqlar. Baxın, bura bir alfadır, bura alfadır. Bildikdə niyəsini artıq mən bayaqdan dedim sizə. Ki, burada daxil çapı bucaqlar var. Bu bucaqla da bu bucaq aşağılar. Necə bucaqlardır bunlar? Qarşılıqlı bucaqlardır. Əla. Deyir ki, trapesiyanın deyilənlər onun hansı iki oxşar üçbucağa ayrılır deyil. Təbii ki, biz yaza bilərik ki, üçbucaq B. Məsələn, mən bu O desəm, BOC oxşardır üçbucaq AO deyər. Məsələn, deyək ki, oxşar üçbucaqların uyğun bucaqların uyğun tərəflərin nisbətinin bərabərlisini yazın. Yaza bilərik. Nə yaza bilərik uşaqlar? Baxın, bu x-in qarşısında dayanan BC-nin, bu x-in qarşısında dayanan AD-yə nisbəti. Bu alfanın qarşısında dayanan, məsələn, OD-nin, bu alfanın qarşısında dayanan OB-yə nisbəti. Bu betanın qarşısında dayanan, mən burada səhv elədim. OB-ni birinci yazmalıydım. Çünki burada BC yazmışamsa, burada OB-nin OD-yə. Sonra burada betanın qabağında yazan OC-nin, bu betanın qarşısında dayanan OA-ya nisbətinə nə olur aşağılar? Bərabər olmalıdır. Və indi baxdığımız zaman aşağılar, gəlin baxaq görəyim. OB-ni verib bizə buranı 8 verib aşağılar. OD-ni bizə
12 verib aşağılar. AD-ni də buranın da neçə verib? 15 verib. İndi gəlin biz bunlardan birini istifadə edelim. Məsələn, bizə nə lazımdır? OB lazımdır, OD lazımdır, bir də AD. Baxın, bu hissədən istifadə edə bilərik. Elə deyil mi aşağı? Əla, baxın, buradan istifadə etsək. BC-miz yoxdur. Bizdən BC-ni soruşur. Baxın, BC bölünsün 15 bərabərdir 8 bölünsün 12-yə. Bunları xısa eləsəm 4-ə görə, bura 2, bura 3. Bu 3 ilə bu 15-i xısa eləsəm 5, 2-ni də 5-ə vursam BC neçə oldu aşağılar? 10 oldu. BC tərəfimiz 10 olacaq uşaqlar. Belə, bu şəkildə. Uşaqlar, baxın 6-cı sualda yenə isbatdır. Bunu yenə də siz özünüz baxarsınız. Mən vaxt itirmirəm burada. Yəni, çünki niyə uşaqlar? Hazır verilib də burada. Baxın, necə etmək lazım olduğunu falan verilib bizə. Gəlin biz baxaq 7-ci suala. 7-ci sualda deyir ki, bir dənə bizə 3 bucaq verilibdir. Gəlin bu 3 bucağı çəkəyim. Deyir ki, A, B və C. Deyir ki, AM bura 4-dür, bura 5-dir aşağılar, bura 6-dır, burada 12-dir. Burada bir x verib. Uşaqlar deyir ki, şəkildə verilənlərə görə hansı 3 bucaqla oxşar olduğunu demək olar. Uşaqlar, baxın, bura bax, bu ortaq bucaqdır, alfa bucağı. Bu, həm A, B, M bucağında, 3 bucağında var. Həm də A, B, C 3 bucağında var. Onda bunları biz oxşar götürə bilərikmi? Təbii ki, götürə bilərik. Bəs necə yaza bilərik aşağılar nisbət olaraq? Baxın, deyirəm ki, bu alfaya sökənən, baxın, bu kiçik 3 bucaqdan, baxın, gəlin bunu rəngləyim mən. Bu kiçik 3 bucaq. Bu da olsun nə? Bu da olsun böyük 3 bucağımız. Bu belə böyük 3 bucaq. Bu da böyük 3 bucağımız. Aha. İndi baxın, deyirəm ki, AB-nin böyük 3 bucaqda, məsələn, böyük 3 bucaqdan baxsaq, belə deyirsən, BC-yə nisbəti bərabərdir. Burada isə, burada bax, böyüyünün kiçiyinə yazdıqdır. İndi mən necə yazayım? İndi yenə də kiçiyi burada yazacağım indi. Baxın, AB-ni buraya yazmalıyam. BC-ni isə, BM-i isə buraya yazmalıyam. BM-i isə buraya yazmalıyam. Gəlin, baxaq görək. Baxın, AB nədir? 6 bölünsün BC, yəni 5 üstə gəl 4. Bərabər olmalıdır. 4 bölünsün 6-ya. İndi gəlin, baxaq görək. 9-da 6 bərabərdir 6-da 4-ə. Çarpaz vuraq. Hər ikisi 36 elədir mi? Bəli. Deməli, doğru yazmışıq uşaqlar. Oxşarlığımız bu şəkildə. Deyir ki, uyğun tərəflərin nisbətlərini tapın. Əla, bax, yazdıq uşaqlar. Uyğun tərəflərini də yazdıq. Əla. Bu belə. Deyir ki, AM-i tapın. İndi biz bu ikisini tapdıq. Uyğun tərəfləri də yazdıq. İndi mən buranı silirəm. Keçək buradan. Baxın, uşaqlar, bu hissəni silirəm. Burada mən bir dənə hissəni nə yazmamışam bilirsiniz. Bax, burada yazmalıyım bu alfanın qarşısında. Bax, AM-in bölünsün AC-yə nisbətini yazmalıyam. Hə, əla. İndi baxın hocam, mən bu ikisini götürsəm. Bu verilənlərə görə. Nə yazmalıyam? Yazmalıyam ki, BM. BM nədir bizə? 4 bölünsün 6 bərabərdir x bölünsün 12-yə. Əla. Bununla bunu xısayəsən bura 2. X də bərabər neçə oldu aşağılar? 8 şəklini alacaq aşağılar. Bu şəkildə olmalıdır. Yenə 8-ci sualda isbatlı, buna baxmayacağım uşaqlar. Sözünüzü atıb baxarsınız. 9 da həmçinin belədir. Amma 9-da uşaqlar həm isbatımız var burada. Yəni də şey var, həm misalların həlli var. Bir dənə misalın sizə həllini verib isbat deyiləsində məchuldur. Digərlərini isə gəlin biz yazalım. Uşaqlar, baxın, mən bu sualda keçdik 9-un bu birincisini yazırıq. Bax, uşaqlar, TK-nı tap deyir bizə. Uşaqlar, baxın, bizə deyir ki, bu bucaqla bu bucaq bir-birinə bərabər. Avtomatik. Bununla bu bərabərdir bir-birinə. Bununla da bu bərabərdir. İndi baxın aşağı, mən necə yazmalıyım? Deməliyəm ki, baxın, x-in qabağına dayanan, bura x yazmaq da, bura nə bucağı yazaq? Bir A bucağı yazaq. Deyirəm ki, A bucağının qabağına dayanan x-in bu A bucağına dayanan 12-yə nisbəti bərabər olmalıdır. Bu bettanın qarşısında dayanan 4-ün bu bettanın qarşısında dayanan 6-ya nisbəti. Mən burada 6 ilə 12-ni xısayəsəm, bura 2, x da bərabər 4-ü 2-yə vursam, neçə oldu cavabımız? 8 oldu. Baxın uşaqlar, x-imiz oldu 8. Bizdən elə olanı soruşurdu uşaqlar. Əla. Məsələn, ikinci suala baxsaq uşaqlar, burada
Yenə bax, şu paralellik var. Onda mənim bu alfa bucağımdan bu alfa bucağı birinə bərabərdir. Bu betadır, burada betadır. Burada bir nə deyək uşaqlar? Buna da bir A bucağı deyəcəm. Uşaqlar baxın, yəni məndə baxın 3 bucaq R, Q, S oxşardır P, Q, T-yə oxşardır uşaqlar. İndi baxın, mən desəm ki, bax bura ümumi 20, bura mən yaza bilərəm 20 çıx x. Təbii ki yaza bilərəm, elə deyilmi? Baxın, deyərəm ki, bu A bucağının qarşısında dayanan R-sin, bax siz gəlin bunu belə yazın. Baxın, R-sin P, T-yə nisbəti bərabər olmalıdır. Bu alfanın qarşısında dayanan QS-in bu alfanın qabağına dayanan QT-yə nisbəti. Gəlin yazalım. Bax, RS 12/16 bərabər olacaq QS-in, yəni 20 çıxılsın x-in nəyə nisbətinə? 20-yə nisbətinə. Bununla bunu sayırsam 4-ə, bura 3, bura 4. Bununla bunu sayırsam bura 5. Çarpaz vursam 20 çıxılsın x bərabər 15-ə. X də bərabər 5 oldu. Bizdən də elə x-i soruşuldu. Burada 5 şəklini alacaq uşaqlar. Əla. Gəldik sonra nəyə? Bura. Baxın, bu sualda deyək ki, bura bir alfadır. Bura bir alfadır. Onda bura avtomatik betadır uşaqlar. Burada bir beta olmalı. Düz deyirəmmi? Bəli. İndi baxın uşaqlar. Mən burada birinci növbədə bu h-ı tapmalıyam. Baxın h-ı. H-ı necə taparam? Pifaqorla. H-ın kvadratı üstə gəlsin 32-nin kvadratı bərabərdir 440. Buradan h-ın kvadratı bərabərdir 1600 çıxılsın 1024 olacaq. Buradan h kvadratı bərabər 576 olacaq. H bərabər 24. Əla. Bura 24-dür aşağı. İndi baxın. Nə etməliyəm? Baxın, deyirəm ki, bu alfanın qarşısında dayanan bu 24-ün, bu alfanın qarşısında dayanan x üstəgəl 6-ya nisbəti bərabərdir. Bu 90-da, bura 90-ın qarşısında dayanan 40-ın, bu 90-ın qarşısında dayanan 3x plus minus 6-ya nisbətində bərabər. Bunları ixtisar eləsəm, neçəyə görə? 8-ə görə. Bura 3, bura 5. Çarpaz vursaq, bunu vursam 9x minus 16, 18 bərabərdir 5x üstə gəlsin 30-a. Buradan hesablasa bunu keçirsə, bura 4x bərabərdir 48. X bərabər nə oldu aşağılar? 12. X-i 12 tapdıq. Gətirib gəlin buranı silib yerində yazalım. X-i 12 yazdığım zaman 3 vurulsun 12 çıxılsın 6 bərabər 30. Burada elədi 12. Deməli bura 30 oldu. Burada 12 şəklini alacaq uşaqlar. 12 yıxı 18 üzülü sayın. 18 oldu. Gəldi uşaqlar bu suala. Baxın, burada da 4-cü suala baxırıq. Deyir ki, məsələn, mən bura bir alfa, bura bir beta desəm. Bura bir alfa, burada bir beta desəm. Burada bir x. X var əslində. Burada bir A bucağı deyirəm. Burada bir A. İndi baxın aşağılar. Necə eləməliyik biz burada? Deyir ki, məsələn, necə eləməliyik? Məsələn, alfanın qarşısında dayanan bu 9-un, bu alfanın qarşısında dayanan 3x üstə gəlsin y-a nisbət. Hə? Bərabər olur. Betanın qarşısında dayanan 24-ün, bu betanın qarşısında dayanan 16-ya nisbət. Bunları 4-ə görə ixtisar etsəm, bura 3, bura 4. Bu işlə bunu ixtisar etsəm, bura 3 eləyəcək. 3-ü 4-dən vuran 12. 3x üstə gəlinsin y bərabər neçə oldu? 12 mi oldu? Əla. Bu 12 oldu. Sistem tənlik kimi baxacaqdı uşaqlar. İndi keçirəm buna. İndi deyirəm ki, bu A-nın qarşısında dayanan 3x üstə gəlsin 2y-ın, bu A-nın qarşısında dayanan 14-ə nisbəti bərabərdir. Yenə də nə yaza bilərik? 24-ün 16-ya nisbətdə yaza bilərik aşağılara, deyim. Yenə bu betanın qabağında dayanan 24-ün, bu betanın qabağında dayanan 16-ya nisbət. Bunları 8-ə görə ixtisar etsəm, bura 2. Bunu 8-ə bölsəm, bura 3. Bununla bunu ixtisar etsəm, bura 7. Nə oldu buradan? 3x üstə gəlinsin 2y bərabər 21 oldu aşağı. Mən bunları tərəf-tərəfə çıxsam, sistem tənlik kimi çıxsam, nə olar? Mənfi y bərabərdir, mənfi 9 mu oldu? 9. Y bərabər neçə elədi? 9 elədi aşağıda. Y 9-dursa, gətirib biz neyinə? Yerinə yazmaq. Haradasa birini gəlin yerinə yazaq. Y yenə 9 yazsam, 3 vurulsun. X üstə gəl 9 bərabər 12-yə. 3x bərabərdir 3 oldu. X də bərabər 1 oldu aşağılar. Gətirib burada yazsaq yerinə. Gətirib yerinə. Y yenə 9 yaz. X yenə 3 üstə gəlinsin 18. Neçə elədi? Bu 21 elədi.
Burada 3 üstə gəlsin 9. Bu da elədi 12 şəklini alacaq uşaqlar. Gəldik sonra, bax burada da. Bura 90 ise bura 90, bura 22 ise mesela bura ilə də bura birbirine bərabərdir uşaqlar. Baxın, nə yaza bilərəm? Mesela mən bura bir alfa, bura bir alfa yazıram. Deyirəm ki, bu alfanın qarşısında dayanan 12'nin bu alfanın qarşısında dayanan x üstə gəlsin 2'ye nisbəti bərabərdir. Bu 90'ın qabağında dayanan 20'nin bu 90'ın qarşısında dayanan x üstə gəlsin 8'e nisbət. Mən bunları 4'e görə sayırsam bura 5, bura 3 olar. Çarpaz vursam aşağı, 3'ü bura vursam 3x üstə gəlsin 24. 5'i de bura vursam 5x üstə gəlsin 10 olacaq. Bunu bu tərəfə keçirsəm, mənfi 2x bərabərdir mənfi 14. X də bərabər 7 oldu aşağıda. Əla, x'in də yerinə gətirib 7 yazsam, bura 9 olacaq, burada 15 şəklini alacaq uşaqlar. Bizdə nə db-ni, db oldu 15, cb də oldu 21 şəklini alacaq uşaqlar. Bu da belə. İndi baxın 6-cı sualda. 6-cı sual birazca fərqli tip sualdır uşaqlar. Deyir ki, baxın bu bucaqla bu h bucağı ilə bu bucaq bir-birinə bərabərdir. Burada ortaq bucaqdır aşağı. Burada 3 bucaq CDH ilə oxşardır 3 bucaq CHY, yəni böyük üç bucaqla. Bu kiçik üç bucaq ilə bu böyük üç bucaq oxşardır uşaqlar. Oldu? Baxın mənim bu bucağım var, bu. Buna deyə bir A bucağı ilə bu bucaq oxşardır bax uşaqlar. İndi baxın aşağı. Deyirəm ki, bu A'nın qarşısındakı 2x minus 1'in bu A'nın qarşısındakı, bu A'nın qarşısında bura durur bax uşaqlar. 6'ya nisbəti. Böyük üç bucağa görə baxırıq bax. Bərabərdir. Bu betanın qarşısında dayanan, 2x plus 1'in böyük üç bucaqda betanın qarşısına dayanan 10'a nisbətinə. Bunlar yenə ixtisar etsəm, bura 3, bura 5 olur. Çarpaz vursam, 10x çıxılsın 5, bərabərdir 6x üstə gəlsin 3'ə. Bunları bu tərəfə keçirsək, bunu bu tərəfə 10'dan 6 çıxsam 4x, bərabər 8x bərabər neçə oldu? 2 oldu aşağıda. X 2'dirsə, gətirib yerinə yazaq. 2'dirsə, bura oldu. 2'ni 2'ye vurum 4, bura 5, burada 3 oldu aşağıda. 5 və 3 şəklini alacaq. Belə. Bu şəkildə olmalıdır. İndi keçdi uşaqlar növbəti suala. Gəldi 10-cu suala. Baxın 10-cu sualda deyir ki, verilmiş paralelogramda, uşaqlar baxın paralelogramda da oxşarlıq olacaq əgər üçbucaqlar yaranırsa. Niyə? Çünki paralellik var. Baxın paraleldir bunlar. Məsələn, baxın uşaqlar bu bucaqla rəngini dəyişəyim bunun. Baxın bu bucaqla, bu alfa ilə bura bir-birinə bərabərdir. Baxın. Bura görürsünüz, bu bucaqla da bu bucaq bir-birinə bərabərdir. Elə deyil mi uşaqlar? Hə, baxın mən bura bir nə yaza bilərəm? Məsələn deyirəm, bura bir A bucağı, burada bir A bucağı. Sonra baxın uşaqlar, bu bucaqla da bu bucaq bir-birinə bərabər. Hə, bura betadır, burada betadır. Sonra A'dır, bura 9'dur. Bura 3'dür. Buranı bizə 6 verib aşağı. Onda bura ümumi 6'dır da. Mən onda bura bir x desəm, bura 6 minus x desəm artıq məndə bir oxşarlıq yarandı mı? Məsələn, baxın. Alfanın qarşısında dayanan bu x'in, bu alfanın qarşısında dayanan 6 minus x'a nisbəti bərabərdir. A'nın qarşısındakı bu 3'ün, bu A'nın qarşısındakı 9'a nisbətinə bərabərdir. Mən bunları ixtisar etsəm, bura 3 çarpaz vursam, 3x bərabər 6 minus x'a. Bunu bu tərəfə keçirsəm, 4x bərabər 6'ya, x də bərabərdir 1,5. Deməli, bura 1,5'dir uşaqlar. Onda bura nə olacaq? Burada 4,5 şəklini alacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır və bizə də oradan hər ikisini soruşurdu. Gəldik 11-ci suala. Baxın burada da oxşarlıq var. Necə oxşarlıq olacaq? Paralellik var mı uşaqlar? Romb deyirsə, paralelogram deyirsə, düz bucaqlıdır falan. Burada hökmən oxşarlıq olacaq. Necə olur? Baxın bu bucaqla bu bucaq bir-birinə oxşardır. Oldu uşaqlar. Sonra baxın bu bucaqla bu bucaq bir-birinə oxşardır. İndi mən deyir ki, adam belki de 4'tür aşağılar. Ben burada bir x yazıram. Burada yazıram ki 4 minus x. Onda uşaqlar burada 4 minus x olur mu? Burada 4 minus x olur mu? Olur öyle değil mi uşaqlar? Baxın. İndi burada buranın neçə verib bizə? Burada zaten 4 minus x'dir da uşaqlar. Gəlin mən burada bir 4 minus. Burada ümumi 12'dir bax uşaqlar. Onda mən bu üç bucaqla, məsələn, mən desəm ki, necə desəm, məsələn, baxın,
bu betanın qarşısına dayanan bu x-in, bu betanın qarşısına dayanan 4-ə nisbəti bərabər olur. Bax, bu bucaqlar ortaqdır. Bu A. A bucağının qarşısına dayanan 4 minus x-in böyük A bucağının qarşısına dayanan 12-yə nisbətinə. Əla. Bundan bunu ixtisarsən bura 3. 3'ü 3x bərabərdir 4 minus x-ə. Buradan keçirsən. Elədir neçə? 2x bərabərdir 4-ə. X də bərabər neçə oldu aşağıda? 2. Ha, x-i 2 tapdıq artıq. Biz necə şey almışdıq aşağı? X-i 2 tapdıqsa 4-dən 2 çıxdı. Neçə elədi? 2. Bu şəkildə olmalıdır. Biz nə istəf eləmədik ki burada? Baxın bir daha. Deyək ki, adam B-yə qədər 2 ödəyər mi? 2 sanki biraz şey oldu. Tən yarı ortadan bölünmür axı. Niyə 2 oldu bəs? Bəlkə də biz nəsə səhv elədik. Bir dənə baxım yenidən. Bura bir x dedim. Bura 4 minus x oldu. Bura 12 dedik. Burada 4 minus x-dir də. Mən burada səhv eləmişəm. Bir dənə baxım. Dedik ki, uşaqlar bu x-in betanın 4-ə nisbəti bərabər 4 minus x-in 12-yə nisbətinə. Bununla bunu ixtisar edim. Bura 3 dedim. Mən burada baxsanız. 3 kız. Baxsana mən bunu toplayası çıxmışam uşaqlar. Üzr sayın. Bura 4x olmalıydı. X bərabər 1 olur uşaqlar. Deyirəm də çünki tam bərabər bölünmüyor bax o. X bərabər 1. 4-dən 1 üçün deməli buralar 3'dür uşaqlar. 3 3. Onda onun perimetri nə olur? 4 vurur 3 bərabər 12 olacaq uşaqlar cavabımız. Gəldi 12-ci sual. Deyir ki, şəkildəki üçbucağa oxşar olan üçbucaq qurun. Uyğun bucaqlarının bərabərsizliyinə uyğun tərəflərin münasibətlərini yazın deyir uşaqlar. Baxın uşaqlar. Deyir ki, oxşar deyilsə uşaqlar, oxşar. Nə olmalı? Mütləq bucaqlar eyni olmalı. Məsələn, mən buna bir dənə belə bir qursam, desəm ki, bura 70'dir aşağılar. Məsələn, deyirəm ki, bura 4'dür, bura 7'dir aşağılar. Deyək ki, M, N, K. Mən sizə bayaq dedim də, məsələn, niyə 4, 7 yazdım? 8'də 2'yə böldüm, 14'də. Baxın, belə. Onda uşaqlar, məsələn, mən deyə bilərəm ki, AB bölünsün, BC bərabər olmalıdır. NK bölünsün MK'ya. Baxın görə olur mu? Baxın 14 bölünsün 8 bərabərdir. Burada səhv yapmışam. Yerlərini dəyişdirmişəm. MK bölünsün NK. Baxın 7 bölünsün 4 olacaq. Olur mu? Həqiqətən də olacaq. Baxın olacaq. Bu da bizim oxşarlığımız bu şəkildə olmalıdır. Gəldi 13-cü suala uşaqlar. Deyir ki, təkliflərin doğruluğunun əsaslanır. Bərabər tərəfli üçbucaq oxşardır. Təbii ki, uşaqlar, bütün bərabər tərəfli üçbucaq oxşardır. Niyə uşaqlar? Baxın. Çünki tərəflər, məsələn, AA, hamısı A-dır. Əsas odur, bucaqlar bir-birinə bərabərdir uşaqlar. Əsas bucaqlar demiş, bir üç bucağı bir-birinə bərabərsə, bunlar oxşar olmalıdır hökmə. Təpə bucaqları bərabər olan, təbii ki, uşaqlar, baxın, mən təpə bucağı məsələn 100 dərəcə deyirəmsə, bunlar 40-40 olmalıdır. Digərində də məsələn təpə bucaq mən 100 deyirəmsə, digəri də 40-40 olmalıdır. Qutarı getdi. Yəni bu şəkildə olmalıdır. Deməli, bunlar da nədir? Oxşardır uşaqlar. İti bucaqlardan biri bərabər olan düz bucaq. Təbii ki, uşaqlar. Çünki baxın, zaten bu bucaqlar bir-birinə bərabərdir. İkisi 90'dır. Biri 90'dır. Biri də məsələn deyim 42'dir. Burada 42'dirsə, avtomatik burada 48 olmalıdır hər ikisi. Deməli, bu da nədir? Oxşardır. Katetlərin mütənasib olan düzbucağı, üçbucağı oxşardır. Bəli uşaqlar. Katetlərin mütənasibdirsə, bunlar da oxşar olacaq uşaqlar. Əla. Gəldi 14-cü suala. Deyir ki, şəkildə üçbucaqların oxşar olduqlarını ispat edin və ağacın hündürlüyünü tapmaq üçün hansı ölçmə işləri aparmaq lazım olur. Paralel düşən günəş şüaları yerlə kongruent bucaqlar əmələ gətirir. Təbii ki, uşaqlar. Baxın, burada da bizə şərt verir. Bu kongruent bucaqlar əmələ gətirir. Deməli, bura alfadırsa, burada alfa olmalı. Onda bura betadırsa, burada beta olmalıdır aşağı. Bu artıq konkret nə oldu? Şey oldu da uşaqlar. Artıq bu oxşar oldu. Mən məsələn bunu necə tapa bilərəm?
Məsələn, sənin bu ağacın kölgəsini ölçərəm, elə deyim, bu məsafəni ölçərəm, kölgəsi yəqin ki, bu kölgədir. Adamın da kölgəsini ölçəcəm, adamın da boyunu tapmaq asandır da şu. Adamın da boyunu taparam. Sonra nə yazaram? Yazaram ki, ağacın boyunun adamın boyuna nisbəti bərabər olmalıdır. Ağacın kölgəsinin adamın kölgəsinə nisbəti yazıb həll eləmək olar uşaqlar. Yəni bu şəkildə paralelliyi tapıb, yəni oxşarlığı tapıb ondan sonra hesablaya bilərik. 15-ci suala baxaq. Dik şəkildə üçbucaqlardan hansı əlamətə görə oxşar olduğunu izah edin. Təbii ki, paralelliyə görə və bir də uşaqlar baxın oxşar bucaqlara görə. Baxın, bura 90-dır mı? Bura 90. Baxın uşaqlar, bu bucaqla bu bucaq necə bucaqlardır? Daxil qarşılıqlı bucaqlardır, elə deyilmi? Qarşılıqlı bucaqlar nə olurdu aşağıda? Bir-birinə bərabər. İkisini bərabər tapdıqmı? Avtomatik bununla da bu bir-birinə bərabər olmalı. Qutarı getdi. Oxşar olduğunu isbat elədi uşaqlar. Gəldi 16-cı sual. Deyir ki, dağın şəkildə göstərilən hissələrində yeraltı tunel qazılmalıdır. Tunelin uzunluğu AB-ni tapın deyir aşağılar. Baxın uşaqlar, deyir ki, bax bu bucaqla, gəlin bunu böyüdəyim. Bu bucaq bir-birinə bərabərdir. Bu bucaqla da bu bucaq bir-birinə bərabər. Onda bura bir qamma desək, burada bu şəkildə. İndi baxın aşağılar. Mən deyirəm ki, bu qammanın qarşısında dayanan 90-ın bu AB-yə nisbəti bərabər olmalıdır. Bettanın qarşısında dayanan 60-ın bu bettanın qarşısında dayanan 30-a nisbətinə. 60-dan 30-u ixtisar edirəm. Bura 2. Çarpaz vursam 2AB bərabər olacaq 90-a. AB də bərabər olacaq neçə? 45-ə. Allah. Deməli, uzunluq nə qədər olmalıydı? 45. Şöyle baxın, belə bir şey deyim sizə. Baxın, görürsünüzmü? Bunlar uyğun tərəflər idi, deyilmi? 60-ı 30-dan 60-a neçə olub? 2 dəfə artıbdır. Deməli 90-dan bura kiçikdir, bura 45 olmalı. Yəni o şəkildə yazıb saxlaya bilərsiniz. Yəni mütənasib bölünmə o deməkdir. Ya bir-birindən müəyyən ədəd qədər çoxdur, ya da həmən eyni ədəd qədər azdır uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. Keçdik 17-ci suala uşaqlar. Deyir ki, günəşli havada kölgənin uzunluğu 12 metr olan bayraqdan, yəni belə bir bayrağımız var uşaqlar və bizim bunun kölgəsi 12 metr. Bu da 12 metrdir uşaqlar. Deyir ki, bir qədər aralıda dayanan şəxsin boyun, bunu da belə edək. Boyun hündürlüyü, burada bir adam dayanıb burada. Burada 90 dərəcə dayanıbdır, yerə perpendikulyardır. Bunun boyu 1,65-dir. Kölgənin uzunluğu isə, bunun kölgəsinin uzunluğu 2,2-dir. Burada 9,8 bura qalır, değil mi aşağılar? Onda uşaqlar, baxın, burada yenə oxşarlıq var. Bu bucaq ortaqdır. Bu ilə də bu oxşardır uşaqlar. Baxın, 90, 90. Beta. Da belə. İndi deyir ki, bayrağın hündürlüyünü tapın. Necə tapmalıyam? Baxın, belə etməliyəm də. Biz bunu necə edirik? Məsələn, bu alfanın qarşısında dayanan 1,65-in bu alfanın qarşısında dayanan məsələn bayrağa, B yazacağım bayrağa nisbəti bərabər olur betanın qarşısında dayanan 2,2-nin 12-yə nisbətinə. Bu şəkildə baxmaq olar. Bize başka ne diyeyim? Məsələyə uyğun şəkildə günəş, bayraq və adam şəkilləri çəkin yazır. Tamam, günəş çəkmirəm. Günəş də buradan vursun da təxminən. Bu da bizim günəş. İndi bunu hesablamamız lazım. Gəlin bunu kalkulatordan hesablayalım aşağılar. Biraz fərqli ədədlərdir burada. Onu kəsilərdi vaxtımız çox getməsində. Deyir ki, neyləmək? Onda biz belə çarpaz vursaq uşaqlar, baxın belə, beni tapmaqdan ötürü 1,65-i 12-yə vurub 2,2-yə bölməmiz lazım. Gəlin vurağım. 1,65 vurulsun 12 bölünsün 2,2 şəklində. Cavabımız 9 elədi uşaqlar. Deməli bayrağın uzunluğu nə qədər imiş? 9 metr imiş uşaqlar. Əla. Gəldik nəyə? 18-ci sual. Deyir ki, bizə uşaqlar, gəlin bunu çəkəyim biraz böyük, burada rahat görə bilək. Deyir ki, A
B, C ve D'dir. A, C ile tamam, bunlar dik uşaqlar. Baxın burada. Bura paraleldir. Baxın OY, bura O'dur, bura Y'dir, bura O'dur. Uşaqlar OY ilə AD paraleldir. Həmçinin BC də paralel olacaq. Əla. Uşaqlar baxın, buradakı bu bucağa görə baxsam, bura alfa, baxın bu bucaqla, bu bucaq ilə uşaqlar. O beta desəm, bura bir-birinə, burada betadır. Baxın mən bura bir nə desəm, bir A desəm, burada bir A olacaq uşaqlar. Həmçinin bax bu bucaqla bu bucaq oxşardır. Oldu? Bu A bucağı ilə də bu oxşardır. Baxın uşaqlar, burada bir A'dır bax. Belə bir şey olacaq. Yəni burada 2 dənə oxşar bucaq var. Məsələn mən bura bir 4, bura bir 8 deyirəmsə uşaqlar, onda mən bayaq sizə demişdim də uşaqlar, bizim bu nisbətimiz, onda əgər mən bura bir x deyirəmsə, bura 2x olmalıdır. 8-i 4-ə bölün 2 düşürsə 2-nin birə nisbətdə olmalıdır. Məsələn mən bura kiçikdir. Məsələn bura bir y deyirəmsə, bura 2y olmalıdır. İndi bizə deyir ki, bura 4-dür aşağılar. Bura 4-dür. İndi buranı tapmamız lazım biz. Baxaq görək. Məsələn mən buranı necə tapa bilərəm? Buranı uşaqlar baxın. Bax bu bucağa görə tapmaq olar. Bax necə etmək olar? Baxaq görək. Bu da paralellik olduğuna görə uşaqlar baxın, bizim belə deyək də, bu bucaqla, bu bucaqla da bu bucaq özü paraleldir. Baxın, bu bərabər, bu bucaqla da bu bucaq paralel bərabər. Onda mən, baxın, bu üç bucaq var ya, bunu rəkləyirəm uşaqlar. Baxın, bu üç bucağa bir dənə baxın. Bu üç bucağa görə baxsam, bu paralel xəttə görə baxsam uşaqlar, paralel xəttə görə baxsaq, biz nə deyə bilərik? Deyə bilərik ki, baxın, belə bir şey edə bilərik. Bura bir nə yazaq? K desəm, 4-ün K-ya nisbəti bu 2x-ın x-a nisbətinə bərabər olmalıdır. Mütənasib parçalara görə yazıram. 4 bölü K bərabərdir 2x-ın x-a nisbəti. Bu x-lar gedəcək. 2K bərabərdir 4-ə. K bərabər neçədir aşağılar? 2. Buranı 2 tapdıq aşağılar. Əla. İndi bizə qaldı bu hissə və buranı necə tapa bilərik? Məsələn, baxın, indi buranı tapdıq 2-də, elə deyim, bura 2 tapdıq. İndi biz buranı tapmamız lazım. Yəni, bu böyük üçbucağa görə baxsam, burada da bir oxşarlıq var da aşağılar, elə deyilmi? Yəni, bu oxşarlığı burada çəkdim, indi burada biraz qarışdı deyə buradan şey edəcəm. Baxın, uşaqlar, mən dedim ki, baxın, gəlin yazıram bu üçbucaq YBO oxşardır ABD-yə oxşardır uşaqlar. Elə deyilmi? Düz deyirik də. Əla. İndi mən bura bir x desəm, deyirəm ki, x-ın 8-ə nisbəti bərabərdir 2-nin bu ümumi 6-ya nisbətinə bərabər olmalı. Baxın, görə düz deyirik mi aşağılar? Mən bununla bunu sayısam bura 3. 3 vurulsun x bərabərdir 8 olmalıdır. X də bərabər 8 bölünsün 3. Bu da nə oldu aşağılar? 2 tam 3-də 2 şəklində olacaq. Yəni, burada oldu x-ımız 2 tam 3-də 2. Bu şəkildə olmalıdır. Sonra gəldik nəyə? Gəldik bura. Deyir ki, şəkildə ABC'dir, düzbucaqlısı, qızıl nisbəti düzbucaqlı. Qızıl nisbəti düzbucaqlının bir kvadratı və o özü ilə oxşar olan kiçik düzbucaqlıya ayırmaq olur. Bu düzbucaqların uzunluğunun eni olan nisbəti qızıl nisbət adlanır. Şəkildə göstərilənlərə görə x dəyişənini tapın deyir uşaqlar. Uşaqlar, baxın, mənim birinci düzbucaqlımda enim nədir? Böyüyündə n 2-dir. Bəs kiçiyində bu böyük olsun, bu da kiçiyində. Kiçiyində n bəs neçədir aşağılar? Kiçiyində n burada deyim uşaqlar? X minus 2-dir. Bəs uzunluğum necədir? Uzunluğum bunda x-dır. Bəs burada uzunluğum neçədir? Uşaqlar, uzunluq buradır. Baxın, 2. Onu mən nə yaza bilərəm? Baxın, 2-nin, n-lərin nisbəti, x minus 2-yə nisbəti bərabərdir uzunluqların nisbətinə. Buradan çarpaz vursam, x kvadratı minus 2x bərabər 4-ə, x kvadratı minus 2x minus 4 bərabər 0 olacaq. Belə. Buradan da nə eləmək olar? Belə. D bərabərdir yazsaq, 2-nin kvadratı üstə gəlsin, 4 vurulsun, 4 bərabər 20 eləyəcək. Mən buradan x1 tapmaq istəyirəm, 2 çıxılsın, kök 20 bölünsün, 2 olmalıdır.
Bura nə oldu? 2 çıxılsın 2 kök altda 5 bölünsün 2. 2'ləri mütərizə xərcdən çıxarsan 1 çıx kök altda 5 olmaz. Bir də bunun toplanması olmalıdır. İnşallah x2'miz də olacaq. 1 üstə gəlinsin kök altda 5. Bir də bunu yazmıram. Təbii ki bu olmaz cavab. Çünki mənfi olur da 1-dən kök altda 5 çıxar. Amma 1 üstə kök altda 5 olacaq cavabımız inşallah. Yəni bu şəkildə olmalıdır. Uşaqlar üçbucaqların oxşarlıq əlamətlərinin sualları bu qədər. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın inşallah. Sağ olun.